65 yaşdan yuxarı olan menopauza keçirmiş qadınların cinsi istəyini artırmaq üçün dərman preparatı artıq rəsmi olaraq qəbul olundu və Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi rəsmən bunu təsdiqlədi. Azərbaycanda isə elektron siqaretlər qadağa olur. Bu və digər maraqlı xəbərlərimizi izləmək üçün bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Ölkəmizdə elektron siqaretlər qadağa olunur. Bununla bağlı Milli Məclisdə müzakirələr artıq başlayıb. Nəyə görə? Bu sualın cavabı isə təbii ki, beynəlxalq elmi tədqiqatlardadır. Alimlər həm ağciyərə, həm ürək-damar sisteminə çox böyük zərər vurduğu ilə bağlı kifayət qədər tədqiqatlar edib və bunu sübut ediblər. Detallara baxaq. Azərbaycanda elektron siqaretlər qadağan edilir. Ölkəmizdə elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi tamamilə qadağan edilir. Bu məsələ Milli Məclisin Aqrar Siyasət, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq, Əmək və Sosial Siyasət komitələrinin birgə iclasında müzakirə olunan tütün və tütün məlumatı haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanması, topdan və pərakəndə satışı da qadağan ediləcək. John Hopkins Medicine Universitetinin 249 min nəfərdən toplanmış məlumatlar əsasında apardığı təhlilə görə elektron siqaret istifadəçilərində xronik obstruktiv ağciyər xəstəliyi və bəzi hallarda yüksək qan təzyiqi riski artıb. Bu nəticə Nicotine and Tobacco Research jurnalında dərc edilib. Digər tədqiqatlarda isə bu növ siqaretlərin ürək-damar və tənəffüs sistemində də çox ciddi mənfi təsir. Digər tədqiqatlarda isə bu növ siqaretlərin ürək-damar və tənəffüs sisteminə də çox ciddi mənfi təsiri sübut edilib. Bu səbəbdən sağlamlıq təşkilatları və tədqiqat qrupları elektron siqaretlərin təhlükəsiz alternativ hesab edilməməsi və mümkün zərərli təsirlərini diqqətlə izlənməsi barədə xəbərdarlıq edirlər. Tullantı hesab edilən menstrual qanın analizləri insanları həqiqətən də heyrətə salıb. Alimlər həmin qanlar vasitəsilə insanın hətta gələcəkdə mümkün ola biləcək xəstəliklərini və eyni zamanda əməliyyat yolu ilə qoyula biləcək diaqnozları aşkarladığını müəyyən edib. Maraqlı və innovativ xəbərdir, birlikdə izləyək. Menstrual qan xəstəliklərin erkən aşkarlanmasına kömək edir. Tullantı sayılan menstrual qan qadın sağlamlığında yeni diaqnostik imkan kimi araşdırılıb. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən startaplar və elmi qruplar ev şəraitində qeyri-invaziv üsulla toplanan menstrual qanın endometrioz da daxil olmaqla bir çox xəstəliyin aşkarlanmasında faydalı ola biləcəyini göstərib. San Francisco bölgəsində qurulan NextGen Jane indiyədək minlərlə istifadə olunmuş tampon nümunəsi toplayaraq RNT, DNT və zülallar üzərində analiz aparıb. Tədqiqatlar endometriozu olan və olmayan qadınlar arasında mühüm molekulyar fərqlər aşkar edib. Məqsəd isə illərlə gecikən və yalnız cərrahi yolla qoyulan endometrioz diaqnozu üçün sadə ev testinin yaradılmasıdır. Digər layihələr menstrual qablar və xüsusi gigiyenik vasitələrlə canlı hüceyrələri toplayaraq hüceyrə səviyyəsində fərqləri araşdırır. Bundan əlavə, menstrual qan hormon səviyyəsinin izlənməsi, xərçəng növlərinin skrininqi, ziabetə nəzarət və kök hüceyrə tədqiqatları üçün potensial analiz mənbəyi sayılır. "65 yaşda yuxarı olan qadınlara ehtiraslanmaq nə qədər lazımdır bilmirəm, amma istənilən halda Amerika Birləşmiş Ştatlarının Qida və Dərman İdarəsi cinsi istəyi zəifləyən yaşlı qadınlar üçün dərmanları təsdiqlədi. Birlikdə izləyək. 65 yaşdan yuxarı qadınlarda cinsi istəyi artıran preparat təsdiqlənib. Amerika Birləşmiş Ştatları Qida və Dərman Administrasiyası qadınlarda cinsi istəyi artıran preparatın istifadəsini genişləndirib. Yeni qərara əsasən menopauza keçmiş və 65 yaşdan yuxarı qadınlar da bu dərmanı qəbul edə biləcək. Preparat gündə bir dəfə tablet şəklində qəbul olunacaq. Dərman ilk dəfə 10 il əvvəl yalnız menopauzadan əvvəlki dövrdə olan və libidonun azalmasından psixoloji narahatlıq keçirən qadınlar üçün təsdiqlənmişdi. Preparat Sport Pharmaceutical şirkəti tərəfindən istehsal olunub. Baş gicəllənmə, ürək bulanma kimi yan təsirlər və alkoqollə birlikdə istifadənin ciddi risklər yaratması səbəbindən satışlar gözləyən səviyyəyə çatmayıb. Amerika Birləşmiş Ştatları Qida və Dərman Administrasiyası preparatın alkoqollə birgə qəbulunun arterial təzyiqin təhlükəli dərəcədə düşməsinə və huşun itirilməsinə səbəb ola biləcəyi barədə ən yüksək səviyyəli xəbərdarlıq yayımlayıb. Mütəxəssislər isə qeyd
qeyd edib ki, cinsi istəyin azalması bir çox amillə bağlı ola bilər. Dərman təyin olunmadan əvvəl digər tibbi və psixoloji səbəblər istisna edilməlidir. Sperm donorları olan kişilər üçün tələblər həddindən artıq yüksəkdir. Siqaret çəkməməlidir, içki içməməlidir və s. və ilaxır. Və düşünün ki, kişilər müraciət eləyir, əksəriyyəti bu könüllülər siyahısına daxil ola bilmir. Üstəlik onlar bunun üçün də kifayət qədər məbləğdə pul alırlar. Danimarkada isə elə bir skandal yaşanır ki, alimlərin ağlı duracaq həddədir. Məsələ burasındadır ki, pul üçün durmadan sperm donoru olan kişilərin toxumları 14 ölkədə fərqli insanlara göndərilir və məlum olub ki, həmin bu 5-10 nəfərin artıq minlərlə övladı dünyaya gəlib. Minlərlə uşağın 10 atası. Bəzi sperm donorlarının onlarla ölkədə yüzlərlə uşağın bioloji atası olduqları üzə çıxıb. Son hadisələrdən birində Danimarkada spermi toplanan bir kişinin toxumundan 14 ölkədə 197 uşağı olduğu aşkar olunub. Üstəlik həmin spermdə bəzi övladlarında xərçəng riskinin ciddi artıran genetik mutasiya aşkarlanıb. Bu barədə ötən həftələrdə sizə xəbər vermişdik. Mütəxəssislər isə bildirir ki, keyfiyyətli sperm çox nadirdir. Könüllülərin cəmi 5%-i donor tələblərinə cavab verir. Bu səbəbdən sperm bankları az sayda donordan maksimum istifadə edir. Danimarka isə iri sperm bankları və cəmiyyətin bu sahədə daha açıq münasibət sayəsində əsas ixracatçıya çevrilib. Qaydalar ölkədən ölkəyə dəyişdiyi üçün bir donorun toxumları müxtəlif dövrlərdə qanuni şəkildə istifadə oluna bilir. Bu isə atadan bir olan bacı qardaşların sayının yüzlərlə olmağına gətirib çıxarır. Avropa rəsmiləri artıq vahid donor reyestri və donor başına ailə sayına məhdudiyyət qoyulmasını müzakirə edir. Bioetika üzrə alimlər isə bu sahəni artıq etik mina sahəsi adlandırırlar və daha sərt beynəlxalq nəzarətin vacibliyini vurğulayırlar. Tünd şokolad insanın yaşlanmağının qarşısını alır, hətta biraz da cavanlaşdırır. Alimlərin yeni qənaəti buna gəlib. Əgər şokolad sevirsinizsə, birbaşa tünd şokolad yeyin ki, xeyirli olsun. Tünd şokolad yaşlanmanı ləngidir. Elmi araşdırmaya görə tünd şokoladın tərkibində olan teobromin adlı kimyəvi maddə bioloji yaşlanmanı ləngitməyə kömək edir. Aging jurnalında dərc olunan tədqiqatda bildirilir ki, kakao paxlasından əldə edilən bu maddə orqanizmin faktiki yaşından daha cavan görünməsi ilə əlaqədardır. Araşdırmada Böyük Britaniyadan 509, Almaniyadan isə 1160 iştirakçı analiz verib. Qanında teobromin səviyyəsi yüksək olan şəxslərin bioloji yaş orqanizmin hüceyrə toxuma və orqan səviyyəsində nə qədər yaşlandığını göstərir və həyat tərzi, genetika, ətraf mühit kimi amillərdən asılıdır. Alimlər bioloji yaşı DNT-də dəyişikliklər və telomerlərin uzunluğu əsasında hesablayırlar. Telomerlərin qısalması yaşlanma və yaşla bağlı xəstəliklərlə əlaqələndirilir. Tədqiqat müəllifləri vurğulayırlar ki, nəticələr maraqlı olsa da, teobraminin birbaşa təsirini sübut etmək üçün əlavə araşdırmalara ehtiyac var. İstənilən halda tünd şokoladın şəkər və yağ tərkibinə görə az və nadir hallarda qəbul edilməsi tövsiyə edilir. Şirniyyatlarda istifadə olunan rəngləndiricilər insan sağlamlığına kifayət qədər ziyandır. Düşünün, bir də şirniyyat sevən uşaqlar bunu durmadan yeyərsə nə olar? Nə olar bilmək istəyirsinizsə, onda bizə baxın. Süni qida boyalarının uşaq sağlamlığına mənfi təsirləri aşkar edilib. Süni qida boyaları Allura Red, Tartrazin, Sansat Yellow, Blue One və s. kimi əlavələr paketli qidalarda geniş istifadə olunur və uşaqların nisbətən yüksək istehlakı onların sağlamlığına ciddi təsir göstərir. Bu boya maddələri bəzi klinik sınaqlarda uşaq davranışında dəyişikliklərə, xüsusilə diqqət və hiperaktivlik problemləri ilə əlaqələndirilib. Kaliforniya Ətraf Mühit Sağlamlıq Risklərini Ofisinin sistematik icmalında 27 uşaq klinik sınağından 16-sı sintetik boyaya məruz qalmasının davranışa mənfi təsir göstərdiyini bildirib. Onların 13-ü isə statik cəhətdən dəyişməz qalıb. Bu nəticələr dopamin siqnalizasiyası və histamin funksiyası kimi mexanizmlərlə izah edilir. Uşaqların mədə-bağırsaq mikrobiomuna təsir və allergik reaksiyalarda xüsusilə qeyd olunub. Bəzi heyvanlar üzərində aparılan tədqiqatlar isə yüksək doza boya maddələrinin genotoksik və şiş təşviq edici təsirlərinə işarə edir. Avropa İttifaqı bəzi boyalar üçün uşaqların fəaliyyəti və diqqətinə mənfi təsir göstərə bilən xəbərdarlığı tələb edir.
Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.